Bismillahirrahmanirrahim. Mina Vasif, Əymən Zidan, Hüseyn İcac, Qasim Məlhə, Əli Şəqir, Xalid Əl-Amir və başqaları fəqihlərin imamı fiqhlər. Caferus Sadiqun nurun şa'a bil ilmi fe erşed La yudaha fi tuqahu ve bil haqqi mueyyed Caferus Sadiqun nurun şa'a bil ilmi fe erşed La yudaha fi tuqahu ve bil haqqi mueyyed علمه وعلم الرسول رأيه السهم المسدد كيف لا يرقى الثريا كوكب من آل أحمد صفوة من أصفياء وسليل الأنبياء ده إمام الفقهاء واسمه Filmin rejissoru Sami Əl-Cənadi. On birinci hissə. Zarafat bir yana ətiyyə. De görüm, bir də kiminləsə mübahisə eləyəcəksən? Allaha çox şükür. Bizə sənin dəli olduğunu dedilər. İndi necəsən, Mani? Dəqiq bilmirəm. Görəsən doğrudan dəli idim, yoxsa dəli olmaq istəyirdim ki, cəsədimi çıxara bilmədiyim yerdən ağlım çıxsın. Bu dəli adamın sözü deyil Ətiyyə. Arxayın ol, o məndən də ağıllıdır. Mani, heç bilmirəm səndən necə üzr istəyim. Sən özünü mənim üçün qurban verdin. Bunu səndən başqa kimsə eləməzdi. Hətta mən bunu sənin üçün eləməzdim. Dostum, məndən nə üçün üzr istəyirsən? Mən boynumda olan vəzifəmi yerinə yetirdim. Qardaşım, bilirsən səni görməyimə necə şadam? İnana bilmirəm ki, səni sağ və salamat tapmışam. Vəfalı olmağın məni çox sevindirdi. Mədinə şəhəri. Çoxdandır səni görmürük, ey Əba Harun. Ey ağam, Allah Taala mənə intizarında olduğum oğlan övladı bəxş elədi. Allah onu sənin üçün bərəkətli övlad eləsin. Adını nə qoydun? Adını İslam Peyğəmbərinin şəninə hörmət olaraq Muhammed qoydum, ey ağam. Muhammed. 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 Ata-anam sənə qurban olsun, ey Allahın Rəsulu. Ey Əba Harun, bu uşağı heç vaxt döymə, onu söymə. Bil ki, hansı bir evdə Muhammed adı olarsa, həmin ev gecə və gündüz pak və müqəddəs olar. Baş üstə, ey mənim ağam, ey Əba Harun. İmam Hüseyin haqqında bir şey əzbər bilirsən? Bəli, sənə fəda olum. Çox şeyləri əzbər bilirəm. Mənə bildiklərindən bəzisini danış. Ətrafa baxdı, görmədi piru cavanları, baxdı, müxatəb etdi qum üstə yatanları. Yox, Əba Harun. Mənə oxuduğunuz kimi oxuyun. Esselamu aleyke ya Eba Abdillah Ya garibel vatan Ya
الزهراء Etrafa baktı, görmedi pir o cevanların. Baktı muhatap etti, kum üstte yatanların. Ağa kan içinde leyak çalı, bir sağına baktı, bir soluna baktı. Ey kana gərq olan şühəda, ses verin mənə. Yalnız leyib Hüseyin'i bəla, ses verin mənə, ses verin mənə. Siz ki əyal üzə mənə xatir dedüz təlaq, oldu eviz yolumda fena, ses verin mənə, ses verin mənə. Çox ləşərim var idi, dağıldı. Geçen gece siz geçmediniz ey ehli vefa, ses verin bana. Ey Əba Harun, hər kəs Hüseynin haqqında bir şey deyib ağlaya və 10 nəfəri ağlatsa, cənnət onlara vacib olar. Hər kəs Hüseyin haqqında bir şey deyib ağlaya və 5 nəfəri ağlatsa, cənnət onlara vacib olar. Hər kəs Hüseyin haqqında bir şey deyib ağlaya və 1 nəfəri ağlatsa, onların ikisinə də cənnət vacib olar. Hər kəsin yanında Hüseyin xatırladaraq gözündən ağcaqanadın qanadı qədər yaş tökülsə, savabı vermək Allahın öhdəsində olar və onun cənnətsiz qalmasına razı olmaz. İşim bitti. Mənim zindanla nə işim var? İndi neyniyim? Neyniyim?
Zacı yağı suda həll olandan sonra öz ətrafına yüksək istilik yayır. Bunun səbəbi nədir? O özündən başqa digər məhsullarla reaksiyaya girmir. Mühüm odur ki, onun suya meyilli olması üçün turşuluq suya əlavə olunsun. Su turşuluğa yox. Əfif sənsən? Bəli, sərvərim. Sənin haqqında xoşa gəlməyən xəbərlər eşitmişəm. Müsəlman ölkələrini xainlərdən, təcavüzkarlardan qorumaq üçün gecə-gündüz işləyirəm. Evimə də az hallarda qayıdıram. And içirəm, ağam, mən... Sözümü bitirməmiş danışma, bildin? Ordu qanunlarını bilirsən? Başa düşdün ya yox? Mən günlərimin çox hissəsində işdə olduğuma görə, vaxtımın çoxunu sənin yanında keçirəcəm, bildin? Eşitmişəm itlər üçün yemək hazırlama qaydasını kəşf eləmisən. Ağam, mənim mahir aşpaz olduğuma inanın. Lakin zindanın rəisi Səman bu növ yeməyi hazırlamağı məndən tələb elədi. Mənim də başqa əlacım yox idi. Zindan istirahət yeri deyil. Bu sənin dəlilindir və mənim də sübutum gələcək. Get, ey Əfif, axmaqlıq eləmə. Az qalmışdı elədiyin işi səndən soruşmadan onu etiraf eləyəsən. Axmaq, axmaq. Allaha şükür ki, mənə nicat verdi. Deyən düz deyib. Susmaq hikmətdir. Əgər mən danışsaydım, bu gecə sağ qalmazdım. Bütün həyatım boyu susacağım. Kaş Əfif biləydi nə hiss eləyirəm. Biz neçə müddətdir ki, buradayıq. Bir xəbər də bilmirik. Nə qədər ki çıxmayıb, əminəm ki, onun barəsində qətiyyən heç nə bilmirlər. Sizə deməmişdim, qaçışı gözəl şəkildə təşkil edəcəm. Bilmirəm sizə necə təşəkkür eləyim. Artıq mənim üçün yeni bir həyat qurulub. Təsəvvür eləmirdim ki, bir gün zindandan çıxaram. Artıq taleyimlə barışmışdım. Hətta güman eləyirdim ki, bir gün onun şüursuz və cansız daş və divarlarına çevriləcəm. Allah sizin vasitənizlə mənə minnət qoydu. Bəs ailənin yanına qayıtmaq istəmirsən? Bunu Hişam və onun dəstəsi istəyir. Allahın yanında düşməninlə görüşərsən. Bismillah, buyurun. Bismillah. Ya Allah. Evdən niyə çıxdın, ey əmir? Ailəm barəsində fikirləşirəm. Nə fikirləşdiyini mənə deyə bilərsən, qardaşım. Fikirləşirəm ki, qayıdım oğlanlarımı götürüm. Onlarla uzaq şəhərlərdən birinə, ya da balaca bir kəndə. Oradakı heç kim bizi tanımasın. Onlarla təzə bir həyata başlamaq istəyirəm. Sən bizə gəl. Yeni həyat qurmaq üçün mütləq sənə kömək eləyəcəm, qardaşım. Bilirəm. Amma Allah bilir, onlar bunu qəbul edəcək ya yox. Mənim sağ olduğumu bilirlərmi? Bəlkə də məni çoxdan yaddan çıxarıblar. Ya da ki, öz həyatlarına adət eləyib başqa cür yaşamaq istəmirlər. Çünki bununla barışıblar. Düz deyirsən. Ola bilsin, o sizin ətrafınıza diqqətin cəlb olmasına səbəb olsun. Sənə və onlara zərər versin. Salam aleyküm. Aleyküm əsəlam. 2 çörək ver. Buyurun.
Buyurun. Çok sağ ol. Sağ olun. Yaxşı yol. Görəsən, Təlhə qazana biləcək? Yoxsa mən onunla davranışda həddi keçmişəm? Salam əmi. Mənimlə karvanı qarşılamağa getmək istəyirsən? İndi onlar hardadılar? Göndərilmiş məktubda yazılıb ki, onlar əsəldədirlər. Gün ortaya bura çatacaqlar. Bu əlindəki kağız nədir, hə əmi? Bu kağız mənimlə Təlhə arasında yazılan sazişdir. Bilmirəm, Əba Əmmarəni nə tələsdirdi ki, karvanını sübh vaxtı yola saldı. Təlhə də tələsi yanıma gələrək onu yazdı. Xidmətçim də onlara şahid oldu. Sübh vaxtı, lakin karvan gün orta yola düşdü. Yox, ola bilməz. Təlhə dedi ki, sübh vaxtı gedəcəklər. Yox, əmican. Karvan yola düşəndə mən onlarla idim. Onları yola salıb bura qayıtdım. Əbu Əmmarə də gün orta yola düşdü. Salamat qal. Allah amanında. Görəsən bu yalanı deməyə Təlhəni nə vadar eləyib? Ağam İmam Sadiqə deyin ki, həqiqətən mən Allahın izni ilə müvəffəqiyyət qazandım. Əgər inayətiniz olmasaydı, istəyimə çatmazdım. Bunu ağam və Mövlama verin. Allah səni müvəffəq elədi. Əgər Əbu Abdillah səndə bu elmi istedadı görməsəydi, sənə heç bir şey öyrətməzdi. Şükür olsun aləmlərin Rəbbinə. Allah amanında. Allah amanında. Biz hardayıq? Məncə Əbdülqeys ərazisindəyik. Xəlifənin əskərləri üstümüzə gəlir. Tez ol gedək. Gərək özümüzü tez Zeydə çatdıraq. Tez ol qaçaq. Hoş gəlmisən Təlhə. Buyur, keç. Gəl. Xoş gördük səni əmican. Allaha şükürlər olsun. Qısa bir müddətdə qayıtdınız. Gedib Əyləş. gəlməyimiz rahat oldu. Allaha şükür nə tufan, nə külək, nə də yol kəsənlər olmadı. Həmd olsun Allaha. Misirdə nə var, nə yox? Misirin çox tələbat içində olduğunu gördük. Və bu da bizə tez bir zamanda malları satmağa kömək oldu. Aha. Allaha şükürlər olsun. Sağ-salamat və qəynimət qazanaraq qayıtdınız. Məndən qazanc haqda soruşursansa, Allaha şükür hər bir şey qeyd olunaraq yazılıb. Buna görə narahat olma. Hər şey yaxşıdır. Bəs onda nə üçün yazılanları gətirib haqqını almırsan? Əmican, onu sənə gecə gətirəcəm. İstəmirəm cəmaat məni pulla görsün. Axı, Təlhə, biz... Gecə, əmican, gecə. Sən qorxmaqdansa mən qorxuram. İnsanların arasında oğrular çoxdur. Onların məzəmmətini daşımaq istəmirəm. Hı? Allahın salamı olsun ona və ailəsinə. Allahın salamı olsun ona və ailəsinə. Ağam Sadiqə salam olsun. Sizə də salam olsun. Aleyküm salam. Sənə də salam olsun ey Şəbib. Buyur əyləş. Bu Cabir ibn Həyyanın düzəltdiyi vərəqdir. Odda yanmır. Onu təcrübədən keçirib sizə göndərdi. Allah ona xeyir versin. Tezliklə onunla parıldayan cövhəri kəşf etmək üstündə işləyəcəyik. İnşallah.
Bunların hamısı maniyadır, qardaşım. Onu dağlar daşımaz. Nə qədər ki sağam, buna icazə vermərəm. Sənin o işi eləməyə imkanın olduğu təqdirdə nə üçün o işi eləmədin? Bu Allahın qədəridir. Mənim üçün mühüm olan odur ki, evinə yoldaşının, oğlunun və gəlişini sevinclə gözlədiyin körpənin yanına qaydasan. Təsəvvür elə, əgər sən zindana düşsən, bu sənin yenicə dünyaya gəlmiş körpənin həyatına heç bilirsən necə təsir eləyəcək? Səni yalnız bu illərdə bizlə qalmağını istəyirəm. Və bu, sənin qardaşının evidir. Sənin mənim üzərimdə unudulmayan yaxşılığın var. Allaha şükür. Rahatlığın qayıtdı. Səndən arxayın, zindandan azad oldum. Gərək ailəmdən də arxayın olam. Onlar mənim barəmdə heç bir şey bilmirlər. Ola bilsin ki, onlar məni ölmüş bilirlər. Yaxın günlərdə sənin görüşünə gələcəm. Nə vaxt gəlsən, xoş gəlib səfa gətirmisən. Bu bir vəddir. Onu yerinə yetirmək sənin öhdəndədir. Bu Allahın vədəsidir. Mənim sənin üçün elədiyimdən, sənin mənim üçün elədiyin az deyil. Əgər sən həyatını təhlükəyə atsan, tək olan Allah sənə kömək olsun. Əgər əskərlər gəlsələr, səni tutub öldürə bilərlər. Səni Allaha tapşırıram, qardaş. Allah amanında, qardaşım. Danış, ay yiğit. Səndən sonra neçə nəfər gələcək? Bilirsən mən kiməm? Mən Hakim Sultan oğluyam. İndi sənin boynunu vurmaq əmr eləyəcəm. Heç kim sənin köməyinə çatmayacaq. Özünü xilas eləmək üçün danışsan yaxşıdır. İndi isə sarayın və bütün insanların qarşısında onun boynunu vurun və deyin: O Zeyd İbn Əlinin səhabələrindəndir və bu onun cəzasıdır. Mədinə şəhəri. Allahın salamı və rəhməti olsun sizə. Sənə də salam olsun, əmican. Buyur. Əmi, sənin bura gəlişinin bir səbəbi var. Ey qardaşımın oğlu, Allahın izni ilə mən gedirəm. Əmican, atamın əvvəldən sənə dediyindən başqa bir söz demirəm. Yox, qardaş oğlu, hər bir işimdə sən mənim imamımsan. Məni sıxan bunların zülmüdür. Buradan Peyğəmbər ailəsinin razılığı ilə çıxacağam. Məsləhətin nədir? Əmican, səni kilsədə çarmıxa çəkməklə bədənini tikə-tikə doğrayacaqlar. And olsun Allaha ki, bu sənin qədərindir. Bilirsəm ey Saxır, sənin qayıtmağını səbirsizliklə gözləyirdim ki, vədəmi yerinə yetirim. Demək istəyirsən ki, kəndinizə qayıtmayacaqsan? Qayıtmayacağam. Amma ailəmi tapıb qaytaracağam. Onlar haqda sənə xəbər verməyiblər? Səni onların sayından hesab elədiklərinə Təlhə. inanıb? Bu onun və ailəsinin işidir. Saxır, bundan belə bizim kəndimizin sakin oldun. Vallahi əmi, bu vaxta qədər sənin kimi gözəl insana rast gəlməmişəm. Yağış yağacaq ha!
Xanım, Səxir artıq qayıtdı. Qayıtdı? Səxir. Qış gəlməmişdən əvvəl yeni mallar almağa 10.000 dinar qaldı. Qalanlarını da Təlhənin qazandığı qazancla tamamlayacağam. Ağan evdədir? Bəli, ey ağam. Sən kimsən? Mən sənin ağan Təlhəyəm. Nə lazımdır? Mənə ağan lazımdır. Ubeyd! Ubeyd! Xidmətindəyəm, ey ağam. Təlhə? Şəxsən Təlhənin özü. Allah köməyin olsun Təlhə. Elə bildim gəlməyəcəksən, uzanmışdım. Tez ol, gir içəri, qapını bağla, soyuqdur. Yerində qal. Bizim aramızda heç bir vəzifə yoxdur. Pulları gətirdin? Əlbəttə, bəs niyə gəlmişəm? Hardadılar? Ver pulu. Sabah yeni ildə kənd əhalisi çoxlu tacir görəcək. Ey Allah! Sabah məni görəndə uşaq kimi sevinəcəklər. Pul barəsində məndən soruşsalar, kəndin sakinlərinə nə cavab verim? Gərək bu pulun çoxunu gizlədim. Hal-hazırda gözləməliyəm. İndi məqam deyil. Sənə nə oldu, Xədicə? Heç nə olmayıb. Gedək.
Güman edirəm quşlar gözəldir. Hind quşları da elə deyil. Bu quşları görənlər elə bilirlər ki, onu hardasa görüblər. Amma bu quşlar Xorasandandır, ey möminlərin əmiri. Xorasandandır. Ey Xorasanlı gözəllər. Ağam, mükafat olacaq? Hansı mükafat? Bu iki quşun mükafatı. Vay sənin halına. Mənə iki kiçik quş gətirmisən. Onlara görə məndən mükafat istəyirsən. Bu iki quşa münasib görəsən mükafat nədir? Nə istəyirsən ver, ey ağam. Nə istəyirəm? Yaxşı. Ona bunların müqabilində hədiyyə verin. Hey Xorasanlı, xoş gəlmisən. Xoş gəlmisən. Uzaqdan gəlmisən? İraqdan gəlmişəm ey ağam. Həkimlik və kimyagərlikdən imtahan vermək üçün. Ver əlindəki nüsxələrə baxım. Ağam, məndə olandan bir şey istəyirsən? Yox. Ona görə ki, məndə olan səndəkindən xeyirlidir. O nədir ey ağam? İstini soyuqla, soyuğu isti ilə, yaşı quru ilə, qurunu yaşla müalicə eləyirəm. Bütün işləri Allaha aid eləyirəm. Allah Rəsulunun sözünə həmişə əməl eləyirəm. Həqiqətən mədə xəstəliyin evidir. Pəhriz müalicənin əsasıdır. Tibb elmi budur, ey İraqlı qardaşım. Xoş gəlmisən, ey Züheyr. Xoş gəlmisən. Xoş gördük. Səninlə söhbətim var. Buyur qardaşım. Eşitmişəm əmi ilə evlənmək haqqında danışmısınız. Hə. O tövsiyə elədi ki, mən özümə uyğun gənc bir qız tapım. Mən səninlə belə bir xanım haqqında danışmaq istəyirəm. Xanım haqqda? Sənin üçün sənə layiq olan bir qız tapmışam. Sən güclü, yaraşıqlı, cəngavər kimi görünürsən. Gərək sən sənin xasiyyətinə uyğun olan gənc bir qızla evlənəsən. Artıq sənin üçün o qızı tapmışam. Çox gözəl bir qızdır. O kimdir? Hind, arvadımın bacısı. Nə deyirsən? Sənin üçün onunla danışım? Yox. Yox. Biraz gözləyək. Tələsmək istəmirəm. Düzgün qərara gələndən sonra sənə xəbər eləyərəm, yaxşı? Necə istəyirsən? Necə istəyirsən? Salamat qal. Allah amanında, qardaşım. Sən kimsən? Dilənçi, çörək istəyirəm. Allah ruzunu versin. Əgər atan olsaydı məni qaytarmazdı. Asi, Atam bizi öz babasından, o da Allahın Rəsulundan, Allahın salamı ona və ailəsinə olsun, belə buyurmuşdu. Mən qiyamət günündə 4 nəfərə şəfaətçi olacam. Mənim nəslimə ehtiram eləyənə, onların istəklərini yerinə yetirənə, çarəsiz vəziyyətdə qalanda onların işində kömək eləyənə, bir də ki, dili və qəlbi ilə onları sevənə. Ey Peyğəmbər övladı, Allahın sizə verdiyi elmlə bizlə də bölüşün. Yaxşı. Atam bizə öz babasından, o da Allahın Rəsulundan, Allahın salamı ona və ailəsinə olsun, belə buyurduğunu demişdi. Hər kim biz əhl-i beyti Allaha görə sevərsə, bizlə olar və onu cənnətə daxil edərik. Hər kim bizdən yapışsa, bizlə birlikdə 1-ci dərəcədə olar. Ey Əbəl Hüseyin, qiyam eləməyə qərarındasan? Başqa yolu yoxdur, Fuzeyl. Nə vaxt? Tezliklə? O vaxt ki, mən də ardıcılarım da hazır olacağıq.
Məni nə təslim eləyərlər, nə də köməksiz qoyarlar. Və bu mənim üçün höccətdir. Hamımız Allaha məxsusuq və ona tərəf qayıdacağıq. Atandan eşitdiyin hədislərdən bizə də danış. Atam mənə babasından, o da Allahın rəsulundan, Allahın salamı ona və ailəsinə olsun, belə buyurduğunu demişdi. Allah hər kəsə bir nemət verərsə, o şəxs Allaha şükr eləsin. Hər kəsin ruzisi azalsa, Allahdan bağışlanmaq diləsin. Hər kəsi bir iş kədərləndirirsə, belə desin. Allahdan başqa güc və qüdrət sahibi yoxdur. Demək istəyirsən ki, qardaşını görməmisən? Yox, mən çatmamışdan qabaq o mağaranı tərk eləmişdi. Allaha həmd və şükür olsun. Övladlarımın ikisi də sağ-salamatdır. Ah, oğlum. Ah, həqiqətən də həyat sizsiz mənasızdır. Siz kimisə gözləyirdiniz? Yəqin Xədicədir. Kiməsə xəbər verib. Dayan görüm. Asim, tez atanın otağında gizlən. Amma əskərlər qardaşımı təqib eləmir. Bu onlar üçün çətin deyil. Ona böhtan ataraq həbs eləyib zindana salarlar. Gizlən, gizlən. Aç qapını. Film 2013-cü ildə Salam studiyasında dublyaj olunmuşdur. Dublyajın rejissoru Natiq Şəkərəliyev, tərcümə edənlər Rəhman Abdullayev, Fərid Camalov, redaktor Vüqar Həsənov, qrafika Elmar Vəliyev, dublyajın baş prodüseri Emin Abbasov. Filmi dublyaj etdilər. İlham Əskərov, Kazım Abdullayev, Nəcibə Hüseynova, Ofeliya Novruz qızı, Gülnarə Zülalova, Qədir Mirzə, Vüsal Xalqoğlu, Rövşən Məmmədli, Pərviz Məmmədrızayev. Texniki dəstək Butafilm kino şirkəti.